Salam, hər vaxtınız xeyir olsun dəyərli kanal izləyicilərimiz. Bugün Biləcərdə 41 nömrəli marşrutun yolunda gördüyünüz kimi, bax o tikili, gördüyünüz kimi o binalar sosial binalardır. 41 nömrəli marşrutun yolunda 3 otaq, 3 sot yarımda şəxsi bir evimiz çıxdı satışa dəyərli izləyicilərimiz. Marşrutla məsafəsi 41-lə gördüyünüz kimi 41 nömrəli marşrutla hardasa 100-150 metr məsafədə 3 otaq, 300 kvadratda şəxsi bir ev çıxdı satışa. Öz için inşa olunmuş bir evdir. Evimizin qaz, su, işıq, kanalizasiya sistemi, internet, Wi-Fi xəttinə kimi hamısı var. Yaşayışlı bir evdir, şəxsidir. Kəmər, beton hamısı qaydasındadır. Bura gördüyünüz kimi navesi, birinci həyət yana sahəsinin üstü hamısı bağlıdır, navesi. Burada isə evimizin yan hissəsi ilə sizləri tanış edəcəm dəyərli izləyicilərimiz. Sənədi bələdiyyədir, qərardır, fərdi yaşayış üçün tikintiyə icazəsi var. Kupçuya gedən bir sənəddir. Burada gördüyünüz kimi at dilini Ariston da var, kombi otağı da var. Kürsülü padvalı rahat şəkildə balon banka, zirzəmi kimi istifadə eləmək mümkündür dəyərli izləyicilərimiz. Hər bir tərəfi də raşotka ilə bağlı tutuludur. Evimiz yenə deyirəm, qeyd edirəm, Zəngədur Şadlıq Sarayından gələn 41 nömrəli marşrutun düz yanında. Gördüyünüz kimi, bax bura həyət yanı sahəsidir. Kürsü 6 daşdır, 6-7 daşdır kürsüsü. Evin hər bir tərəfinə rahatçılıqla hərlənməyə mümkündür. Buyurun dəyərli izləyicilər. Buradan isə daxil olacaq evimizin dəhlizinə. Kürsü ilə də sizləri tanış edeyim. 5-6 daş kürsüdür. Burada daxil olduqda sizi tanış edəcəm. Dəhlizinə. Hündür, 3-10 dəhlizin hündürlüyüdür. Burada isə daxil olacaq evimizin qonaq otağı ilə sizləri tanış edəcəm. Qoşadaş, kürsü, sənəd qeyd eləmişəm bələdiyyədir. Qeyd olunub, fərdi yaşayış üçün tikintiyə icazəsi var. Tam təmirli bir evdir, gir yaşa. Kim alsa Allah xeyir versin, rahat köçüb yaşaya bilər. Təmirə ehtiyacı yoxdur. Buradan isə yenə daxil olacaq evimizin digər otağı ilə sizləri tanış edəcəm. 3 otaqdan ibarətdir evimiz, dəyərli izləyicilərimiz. Geniş. Hardasa evimizin kvadratı, yataq otağının kvadratı olar. Kombi sistemi kimi var. 3-ün 4-ə. 3 yarımın 4-ə, bəli. Üzrü sayın. 3 yarımın 4-ə. Düymə. Deyil. Deyil, qorxma, deyil. 105 bin. Obyektlə də. Buradan isə daxil olacağım evimizin bir yataq otağına. Evimizin qiymətini qeyd edeyim əvvəlcədən. 105 min manat. Real müştəriyə endirim yenə olunacaq, ev sahibi tərəfindən olunacaq. Gördüyünüz kimi dəhlizin hündürlüyü çox hündürdür. Qiymət də çox münasibdir. Burada isə tanış edəcəm sizlərə dəyərli izləyicilər. Evimizin santar qovşağı ilə, geniş santar qovşağı var. Gördüyünüz kimi kombi sisteminə, şükurkasına kimi hamısı çəkilib hazırdır. İsti soğuk su. Əşyayla bir yerdə 105 min manat. Burada isə mətbəxlə tanış edəcəm dəyərli izləyicilər. Gördüyünüz kimi geniş bir mətbəx var. İstip olunanlı kombi sistemidir. Mətbəx mebellə qalacaq. Sənəd də qeyd eləmişəm. Qaz, su, işıq, sayğaclar hamısı var. Ev hamısı hər bir tərəfi raşotka ilə idarə olunub. Gördüyünüz kimi sosial binaların düz yanındadır. Qiymət qeyd olunub. Əlaqə nömrəmiz səhifəmizdə qeyd olunub dəyərli izləyicilərimiz. Kimə maraqlı olsa zəng vursun, ev haqqında geniş ətraflı məlumat verək. Baxarkən abunə olun ki, yeni çıxan evlərdən xəbərdar olasınız. Sağ olun. Ev olmayanlara da Allah ev qismət eləsin.